Bu mənzildə ən çox bəyəndiyim planirovkası elə düşünülüb ki, mənzil həm geniş, həm də işıqlı hiss olunur. Keçid edək mənzilin ilk öncə qonaq otağı əşyaları ilə təmin olunub. Bütün elektronik cihazların hər biri mövcuddur. Mənzilin qiymətinə daxildir. Keçid edək mənzilin mətbəx hissəsinə. Tavana qədər yığılmış mətbəx mebeli ilə təmin olunub. Elektronik cihazların hər biri mövcuddur və mənzilin qiymətinə daxildir. Keçid edək mənzilin birinci yataq otağını sizə təqdim edim. Mənzilin birinci yataq otağı. Yataq otağı əşyaları ilə təmin olunub. Eyvana çıxışı mövcuddur. Bu yataq otağının daxilində qardırob otağı mövcuddur. Mənzilin ikinci geniş yataq otağı. Bu yataq otağı da əşyaları ilə təmin olunub. Elektronik cihazların hər biri mövcuddur. Divarı içi dərin qardırobuna kimi təyin olunubdur. Mənzilin giriş hol hissəsindəyik. Döşəməsi mərmər qranit isti döşəmədir. Ön hissəsində bizi dərin qardıroblu, güzgülü, açarlığı və keçid edək mənzilin ümumi olan hamam otağını sizə təqdim edim. Hamam aksesuarların hər biri ilə təmin olunubdur. Yerləşmə yeri Azadlıq prospektində Koroğlu rezidensidə. Sahəsi 100 kvadratdır. 2 otaqdan 3 otağa düzəlmə mənzildir. Qiyməti 475 mindir. Ətraflı məlumatı şərh bölməsində qeyd edəcəm. Təşəkkürlər.